O nəsə çıxıb cavab verəndə mən hərdən baxıram belə deyim, bu çıxıb nə cavab verəcək? Buna cavab yoxdur qardaş. Buna cavab bilsən nədir? O deyirlər malalamaq. Söhbəti malalayır. Bir nömrədir. Özü kimisi yoxdur yəni. O təsəvvür elə, həmişə deyir ki, qamətdə misal üçün, gəl nəsiyyət elə də, nəsiyyət elə. Mən də səhv danışa bilərəm, insanam. Düzü deyir də belə, qamət dərslərdə deyib də, öz ətrafına, öz yanında olan qardaşlarımıza deyir ki, mən də insanam, səhv edə bilərəm, gəlin deyin səhvimizi, mənə nəsiyyət eləyim, mən də düzəldim. Həqiqətən yalan deyir, boş şeydir. Qamətə nəsiyyət eləyən onun düşmənidir. Ona nəsiyyət olunmayıb deyə bu gündədir. Vəssalam. Nə nəsiyyət? O adi bir cümə söhbətində, cümədə açıq aydın şəkildə demişdik ki, cümə yalnız azanı eşidənlərə aiddir. Çıxdı elə formada təqdim etdilər ki, mən günahkar çıxdım. Onu həzm edib deyə bilmədi. Ay, fikri bir məsələ daha dedilər. Onu həzm edib deyə bilmədi ki, hə yox, mən orada düz baxmamışam, o cümə yox, yəni o azanı eşitdim. Deyəmədi onu. O sözdür sadəcə, o qamət deyir, hə nəsiyyət edeyim, mənə düzəlim, mən də insanım, qayıdım. O boş şeydir. Qamətə nəsiyyət eləyən onun düşmənidir. Düşməninə çevrilir. Mən görmüşəm də, qardaş, sən məni tanıtma da yəni. Mən bilirəm axı, mən bilirəm kim kimdir yəni. Mənə demə yəni.